Salam əziz müəllimlər, mən Səbinə Üsulova. Bu gün sizlərlə 5-ci sinifin 8-ci mövzusu olan oduncaq və mişar materialları mövzusunun izahını verəcəyəm. Demək, oduncaq nədir? İlk olaraq bundan bəhs edirik. Mişarlanmış, köklərdən və budaqlardan təmizlənmiş ağac oduncaq adlanır. Daha sonra hər bir ağac 3 hissədən ibarətdir: kök, gövdə və çətirdən. Demək, başqa bəhs edəcəyik nədən? Oduncağın lifləri boyu uzunluğuna və eninə kəssək, kəsmə müstəvisində görünən xarakterik təsvir onun teksturası. Yəni istəyir oduncaq eninə, istəyir uzunluğuna kəsdiyimiz zaman oduncaqda görünən o təsvir onun teksturası adlanır. Demək, daha sonra oduncaq tullantısı olmayan materialdır. Və bir də ki, mişar materialları vardır. Gəlin bir-bir onlardan bəhs eləyək. Demək, tir nədir? Tir eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır. O ağacın özəyindən hazırlanır. Tir iki tərəfdən mişarlanıbsa onu 2 haşiyəli, 4 tərəfdən mişarlanıbsa 4 haşiyəli tir adlandırırlar. Demək, nə oldu burada bizim açar sözümüz? 100 mm-dən artıq, yəni 100 mm-dən çox olmalıdır eni və qalınlığı və bir də ağacın özəyindən hazırlanıb. Tircik nədir? Qalınlığı 100 mm-dən az və eni qalınlığından 2 dəfə az olan mişar materialıdır. Tircik ağacın özəyinin bir hissəsindən hazırlanır. Baxın, burada artıq 100 mm-dən azdırsa bu olur tircik. 100 mm-dən çox idisə tir, 100 mm-dən az idisə artıq tircik adlanır. O da özəyin bir hissəsindən hazırlanır. Taxta. Taxta qalınlığı 100 mm-ə qədər və eni qalınlığından 2 qat artıq olan mişar materialıdır. Burada isə qalınlıq 100 mm-ə qədər. 100 mm-ə qədərdirsə bu taxta adlanır. Lövhə. Şalbanın uzunluğuna yarıya mişarladıqda lövhə alınır. Şalbanın 1/4 isə şalbanı 4 yerə mişarladıqda alınan mişar material. Deməli, uzunluğuna yarıya mişarladıqda alınan o hissələr, 2 hissə adlanır lövhə. Şalbanın 1/4 isə şalbanı 4 yerindən 4 hissəyə böldüyümüz zaman alınır. Şalban yanı nədir? Şalbanın mişarlanmış yan hissəsidir. Daha sonra mişar materialları elementlərdən ibarətdir. Məsələn, təbəqələr buna laylar da deyilir. Kənar tillər və en kəsikləri, en kəsiklərinə, kənar tillərə təpələr də deyilir. Təbəqə nədir? Mişar materialının enli səthinə deyilir. Sonra kənar nədir? Ensiz səthinə deyilir. Mişar materialın təpəsinin kəsik hissəsinə isə, kəsik səthinə isə en kəsik deyilir, təpə deyilir. Məsələn, belə götürək də, adicə sadə bir nümunə verim. Bir kitabı götürürsünüz, bir taxta parçasını götürürsünüz, fərqi yoxdur. Onun üz hissəsi, hamar hissəsi, gördüyümüz o ilk olaraq önümüzdə olan hissə adlanır. Onun təbəqəsi, layı. Onun kənarları, ensiz səthi, yəni belə deyək də, dar, ensiz səthi olur onun kənarları. Amma onun belə deyək də, artıq təpə hissələri adlanır nə? Demək, en kəsik. Daha sonra demək, mişar materialının səthlərinin kəsişmə xətti isə til adlanır. Konstruktiv oduncaq materialı fanerdir. Onu 3 və daha artıq soyulmuş şipon təbəqəsini üst-üstə yapışdırma yolu ilə alırlar. Şipon nədir bəs? Şipon xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır. Xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatları. Nazik oduncaq qatları olur şipon, amma bu nazik oduncaq qatlarının 3 və daha artıq nazik oduncaq qatını birləşdirdiyimiz zaman alınır faner. Və soyulmuş şipon nədir? Soyma dəzgahında fırlanan şalbandan enli yonqarın iti bıçaqla kəsilməsi ilə alınır. Bu zaman şalban rulon kimi şipon lenti şəklində açılır. Belə mən nümunə çəkirəm adətən. Bəlkə daha sadə ola bilər yadda saxlamaq. Deyirəm ki, sanki bir karandaş yonanla karandaşı yonursunuz. Nə olur? Rulon kimi açılmağa başlayır. Belə də karandaşın hissələri. Bu cür yadda saxlaya bilirsiniz. Soyulmuş şipon sanki bu cür əldə olunur. Belə deyək də, təsəvvürünüzdə belə yarana bilər. Soyulmuş şiponda açar sözümüz soyma dəzgahı sözüdür. Daha sonra faneri almaq üçün şipon lentini müvafiq ölçüdə kəsir və quruducu kameralarda qurudurlar. Sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə qonşu təbəqələrin lifləri perpendikulyar olmaq şərti ilə yapışdırıb presləyirlər. Oduncaq yonqarlı plitələr nədir? Yonqar, çəpək, oduncaq tozu halına salınmış, oduncağın eyni vaxtda preslənməsi və yapışqanlanması yolu ilə alırlar. OYP-nin uzun ölçüsü qalınlığı 10-26 mm olur.
Bu material möhkəmdir, demək olar ki, əyilmir, kəsici alətlərlə yaxşı emal olunur. Demək nə oldu? OYP yonqar kəpək oduncaq tozu halına salınmış oduncağı presləmə yolu ilə alınır. Qalınlığı 10-26 mm. Daha sonra isə kəsici alətlərlə yaxşı emal olunur, möhkəmdir. İndi oduncaq lifli plitələr nədir? Bunlar arqalit də deyirlər. Liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütləsinin təbəqə şəklində preslənməsi yolu ilə alınır. Demək, boz rəngdə düz və hamar səthi vardı. Demək, bu nə oldu? Liflərə qədər doğramış. Baxın, bu lifli, oduncaq lifli plitələr idi. Elə deyil, burada artıq liflər sözü var. Amma oduncaq yonqarlı plitələrdə isə yonqardan hazırlandığı üçün yonqar sözü var. Daha sonra fanerin oduncaq yonqarlı və oduncaq lifli plitələrin əsas çatışmayan cəhəti isə rütubətdən qorxmalarıdır. Yəni rütubətin təsiri altında faner laylara ayrılır, plitələr isə şişir və möhkəmliyini itirir. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzu edirəm.